Yolsuzluq səbəbindən Oğuzun bir neçə kəndi var ki, ora nə taksi gedir, nə də digər operativ nəqliyyat vasitələri. Uzun illərdir ki, təmir olunmayan yollar yararsız vəziyyətə düşdüyündən həm avtomobillərin, həm də digər nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Nə skoru gəlir, nə qədər skoru çağırır, skoru gəlmir. Nə bəlkə pajar oldu, gəlmir. Bura Oğuzun Calud kəndinin yollarıdır. 30 ildən artıq istismar olunan asfalt yol tamamilə dağılıb və çalalar əmələ gəlib. Yayda toz torpaq, qışda isə palçıq səbəbindən keçilməz olan yollar sakinləri lap təngə gətirib. Evlərdə otura bilmirik, toz əlindən. Qapılarımız hamısı tozun içindədir. Bu ilin yay aylarında dövlət vəsaiti hesabına 4 kilometrlik məsafədə Calud kəndinə yeni yolun çəkilişinə başlanılsa da işlər yekunlaşmadan yarımçıq saxlanılıb. Uşaqları məktəbə aparıb gətirə bilmirik. Ayaqları daşa ilişir, yıxılır. Hamısı daş qayadır. Maşınların bütün tüferi tökülür, ona təkərlər gedir. Yol narahatdır, çox narahatdır. Bizə qonaq da gəlmir. Taksi gəlir 3 manata, amma indi gəlir 10 manata. Oğuz rayonunda təkcə Calud kəndi deyil, daha 4 yaşayış məntəqəsində bu ilin ortalarında yol çəkilişinə başlanılıb. Calud, Mollalı, Yemişənli, Tərkiş və Dəymədağlı kəndlərində də işlər yarımçıq qalıb. Bizim yolu bir 4-5 ay bundan qabağa asfalt çəkmək üçün gəldilər. Çox gözəl sevinmişdi ki, yolumuz asfaltlanır. Köhnə asfalt da söküb dağıtdılar, yenə ondan mümkün idi. İlkin olaraq ora maliyyə vəsait ayrılıb və həmin maliyyə vəsaitinə uyğun olaraq da işlər aparılıb. Həmin layihələr keçid layihələr sayılır və bu cür layihələrin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur. Ayrılacağı vəsaitə uyğun olaraq işlər davam etdiriləcək. Qeyd edək ki, Oğuzun Calud kəndində 2300 nəfərdən artıq sakin yaşayır. Kəndə sonuncu dəfə asfalt örtüklü yol 90-cı illərdə çəkilib. İlkin Piranov, Diana Cəlali, Space Xəbər, Oğuz.